Vaxtınız varmı birazca? Bu videoya baxın. Bəlkə də mən bilmirəm, bu çıxışımdan sonra bəlkə mənim özümün belə azala problemim olacaq, kirişmə problemim Rəiyyət olacaq. İnvalid vətəndaş mövqeyimlə qarşınızdayım. Azalın özbaşınalığı barədə dəyərli Nazilə xanım bu etiraz çıxışında dedi ki, bu çıxışımla bəlkə də mənə də problem yaşadacaqlar. Haqlıdır. Qınamıram. Valla indiki cəmiyyətdə insan haqq sözünü deməyə də qorxur, çəkinir. Qanunla haqq sözə görə tutmazlar. Amma cibindən tank çıxadarlar, 5-6 adam üzünə durğuzub, üzr istəyirəm, təcavüzdə suçlayarlar. Nə bilim, əvvəla Konstitusiyamızın 47-ci maddəsinin 1-ci bəndi hər kəsin fikir və söz azadlığı var. 2-ci bəndi heç kəs öz fikir və əqidəsindən dönməyə və ya təkzibə məcbur edilə bilməz. Mənim çıxışlarıma da bəzi yetkili şəxslərdən zənglər gəlir. Tələblə filan çıxışı sil deyirlər. Deyirəm əzizim, hüquqi dövlətdə Konstitusiyamızın 47-ci maddəsini siz özünüz niyə kobud surətdə pozursunuz ki? Deyən kimi, yumşalırlar. Müdür xahiş etdi, rəis xahiş etdi ki, sil. Əşi, niyə silməliyəm ki? Bəli, elə həmin maddənin 3-cü bəndində deyilir ki, söz azadlığında ədavət, düşmənçilik, təhqir varsa, hüquqi məsuliyyətdir. Mən deyirəm ki, ölkə başçısı çıxış edən də, ay deputat, niyə yatırsan? Bunun nəyi qanun pozuntusudur ki, silim? Mən deyirəm ki, ay ayına, az qala evdəki unitazımızın da yanına parkovka qoymaq istəyirsiniz. Az qalır yataq otağımıza da avtobus zolağı salasınız. Yalan deyirəm. Deyirəm ki, yaşamaq çətindir, kommunala pulun çatmır, bahaçıllıqdır. Burada təhqir varmı? Niyə silməliyəm ki? Özünüzə gəlin, cənablar, özünüzə gəlin. Dövlətçilik başqa şeydir, hakimiyyət başqa. Bir yetkili üçün Konstitusiya maddəsini pozmaq dövlətçiliyimizə xəyanətdir. Mən Qarabağda ölçüyəm. Qanundan və Allahdan başqa qorxacaq yerim yoxdur. O zənclərinizi yığışdırın, o bir belinizi dikəldin. Evinizə dik qazanılmış bir çörək aparın, yaltaq olmayın. Düzdür, bu zəmanə dürüstlər zəmanəsi də deyil. Dürüst olmasan gərək təbii ki, yaltaq olacaqsan. Yaltaq adam da xəyanətkar olar. Dövlətə xəyanət edənlərin elə ən çoxu o yaltaqların içindən çıxır. Yaltaqlıq xəyanətə gedən yoldur. Dövlət isə xəyanətə kəsdiyi cəza qədər böyükdür. Məni döyə bilərsiniz. O qədər şərəfsiz var ki, dediyim kimi, üzümə durğuza bilərsiniz. Amma Tanrının ədalətindən qaça bilməzsiniz axı. Tanrının qəzəbi çox ağır olur. Yaşamışam bunu. Tanrı sizləri, Azərbaycan xalqını, dövlətçiliyimizi, Azərbaycanımızı qorusun. Yaltaqları isə nə isə.